Daha sonra gəldik bundan sonra şəbəkələrə. Şəbəkələr özləri iki yerə bölünür. Lokal şəbəkələr, qlobal şəbəkələr. Lokal şəbəkələr bir mühit daxilində istifadə olunan şəbəkələrə deyilir. Buna məsələn bir bina daxilində və yaxud bizim evdə özümüzün istifadə etdiyimiz hər hansı bir internet və yaxud hər hansı bir böyük bir korporasiya şirkətində kompüter oranın aid olduğu kompüterlər arasında qurulmuş şəbəkə, bunlar hamısı lokal şəbəkələrə, qısaca LAN-a aid edirik. Daha sonra gəlirik qlobal şəbəkələr. Qlobal şəbəkələr isə daha böyük yeri əhatə edir. Daha böyük yerdə də nəzərdə saxladığımız bizim evdə istifadə etdiyimiz internet nə qədər ki bizim evdə özümüz istifadə edirik. Ancaq biz bundan artıq qlobalara çıxırıq. Evdə istifadə etdiyimiz ayrı. Ancaq biz artıq burada məlumat mübadiləsini qlobal olaraq həyata keçiririk. Yəni burada istifadə etdiyimiz bütün mobil şəbəkələrdir, bütün istifadə etdiyimiz sosial medialardır, oyunlardır, kompüterdə baxdığımız hər hansı